Şirvan Suvarma kanalının bəzi hissələrində müşahidə olunan sızmaların qarşısını almaq üçün idarə tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər görülür. Hazırda bu işlər kanalın Göyçay rayonu ərazisindən keçən hissəsində həyata keçirilir. Şirvan Suvarma kanalı 1958-ci ildən istismara verilib. 1961-ci ildə isə kanalın ikinci hissəsi istismara verilib. Kanalın maksimum su sərfi saniyədə 78 kubmetr, uzunluğu 122 kilometr olmaqla Respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. Mənbəyini Mingəçevir su anbarından götürən kanal Kür çayının sol sahilindən keçməklə 112 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanalın istismara verilməsi Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 112 min hektar torpaq sahələrinin suvarılmasını təmin edir. Şirvan Suvarma kanalına Şirvan Suvarma kanalının istismarı idarəsi xidmət edir. Hal-hazırda dayandığımız hissə Şirvan Suvarma kanalının Göyçay çayı ilə kəşfədəki kəşfəsindəyik. Bu kəşfədə 200 metr məsafədə düşərə girən hissədə kanal tam tökmədə gedir. Bu suvarma mövsümündə bu hissədə sızma müşahidə olunub. Həmin sızmanın qarşısını alınmaq üçün həmin 200 metr məsafədə sağ sahildə cari təmir işlərinə uyğun olaraq betonlama işləri aparırıq. Bundan başqa çay məcrasında da işlər tamam başa çatdırılıb. Çayda suyun azalmasından istifadə olunaraq, çay təmizləmə işi aparılaraq sel sularına qarşı mübarizə tədbirləri həyata keçirilir. Kanalın üzərində Əlican çay, Türyan çay, Göyçay çay, Girdiman çay, Ağsu çay, Dəvəbatan çay və Nəzri çay ilə kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 ədəd dükerlər və 2 ədəd akvedukt tikilib. Ümumiyyətlə kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 ədəd qurğu mövcuddur. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd sel ötürücülər, 1 ədəd cəldaxıdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 37 ədəd su buraxıcı qapı və 1 ədəd qidalandırıcı kanalın normal iş rejimini təmin edir. Su itkisinin qarşısını almaq, suyun maneəsiz axınını təmin etmək məqsədi ilə kanalda torpaq məcrada 150 km məsafədə, dağətəyi kanalda 10,3 km məsafədə lildən təmizləmə işləri görülüb. Ötən il olduğu kimi bu il də idarə tərəfindən bu işlər davam etdirilir. Biz hal-hazırda Şirvan Suvarma kanalının Göyçay sahəsindən keçən hissəsindəyik. Bu hissə Dəvəbatan çaydan başlayaraq Ağsu rayonu ərazisinə qədər davam edir. 15 km 200 metr məsafədir. Hal-hazırda bu sahəni təmizləmək üçün 6 texnika, o cümlədən 5 ekskavator, 1 buldozer cəlb olunub bu iş üçün. Kanalın dərinliyindən asılı olaraq bəzi hallarda 2 mərhələdə iş görməyə məcburuq. Kiçik qollu ekskavatorlar üst hissəni götürür, qalan ildən tam təmizlənmək üçün uzun qollu ekskavatorlardan istifadə olunur. Qeyd eləyək ki, idarənin balansında olan 8 ədəd hidrotexniki qurğu, 7,6 kilometr istismar yolu cari təmir olunub. Kanalın keçdiyi 6 ədəd çayda dükerin təhlükəsizliyi üçün inşa edilmiş bəndlərin qorunması və həmin ərazilərdən suyun ziyansız keçməsi üçün 9,5 kilometr məsafədə məcra təmizləmə işləri görülüb.